Bundan bərabər yanlı və bərabər tərəfli üçbucaqlar bölməsinin sual izahlarına baxaq. Bir nömrəli sualda deyir ki, bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş median oturacaqdan 2 dəfə kiçikdir. Bərabər yanlı bir üçbucaq çəkirəm. Oturacağa çəkilmiş median oturacaqdan 2 dəfə kiçikdir. Median çəkirəm. Bərabər yanlı üçbucaqdır. Oturacaqdan 2 dəfə kiçikdirsə, biz demişdik ki, bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş median həm tənbölən, həm də hündürlükdür. Deməli, mən bura 90 dərəcə yaza bilərəm. Və həmin median oturacaqdan 2 dəfə kiçikdirsə, oturacaqlara x yazsaydım, yəni oturacağın ümumi uzunluğu 2x olardı. O zaman median oturacağın yarısına bərabərdirsə, deməli, medianın uzunluğu x-a bərabərdir. Bizdən soruşur ki, oturacağa bitişik bucağı tapın. Olsun alfa. Buradan biz tangens alfanı tapsaq nəyə bərabər olar? Tangens alfanı tapsaq, tangens alfa qarşı katetin bitişik katete nisbəti idi. Yəni x bölünsün x olar. Bu da bərabərdir 1-ə. Tangens alfa deməli bərabər oldu 1-ə. Tangens alfa nə zaman 1-ə bərabər olurdu? Təbii ki, alfa 45 dərəcə olduqda. Bir nömrəli sualda cavab olacaq C variantı. 2 nömrəli suala baxaq. Oturacağı 16 cm olan bərabər yanlı üçbucağın təpə bucağı 120 dərəcə olarsa, yan tərəfini hesablayın. Bərabər yanlı üçbucaq çəkək. Təpə bucağı 120 dərəcədir, oturacağı 16 cm-dir. Təpə bucağı 120-dirsə və həmin üçbucaq bərabər yanlıdırsa, deməli mən təpə bucağından bir hündürlük çəksəm, həm bu median, həm tənbölən, həm də elə hündürlüyün özüdür. Tənböləndirsə, baxın buradakı A bucağı 120-dirsə, tənbölənini çəkdik, edəcək 60 dərəcə, 60 dərəcə. O zaman oturacağa bitişik bucaqlar 30 dərəcə olacaq və dedik ki, hündürlük həm də mediandır. O zaman oturacağı da 2 bərabər hissəyə böldü. 8, 8. İndi baxsaq, 60-ın qarşısındakı tərəf 80-dir. 60-ın qarşısındakı tərəf daha doğrusu 8-dir. Biz 30, 60, 90 üçbucağında demişdik ki, 60-ın qarşısındakı tərəf 30-un kök 3 mislidir. O zaman 30-un qarşısındakı tərəf 8 bölünsün kök 3 olar. Daha sonra demişdik ki 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Onda baxın burada AB hipotenuzu 8 bölünsün kök 3'ün 2 mislidir. Olar 16 bölünsün kök altında 3'e. 16 bölünsün kök altında 3 de zaten 16 kök 3 bölünsün 3 deməkdir. 2 nömrəli çalışmada cavabımız olacaq B variantı. Baxaq 3 nömrəli çalışmaya. Oturacağı AB olan bərabər yanlı ABC üçbucağının BC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. Oturacağı AB olan bərabər yanlı. Daha sonra CAD 30 dərəcədir deyir. Yazıram o zaman bu bucağı 30 dərəcə. BAD 13 dərəcədir. Yazıram 13 dərəcə. Həmin ABC üçbucağı bərabər yanlıdırsa, o zaman oturacağa bitişik bucaqlar. Baxın, bu A bucağı ilə B bucağı bir-birinə bərabər olmalıdır. A bucağı ümumilikdə 43 dərəcədir. Deməli, B bucağı da 43 dərəcə olmalıdır. Bizdən C bucağını soruşur. C-ni tapmaq üçün nə edərik? 180 dərəcədən çıxarıq. A bucağı ilə B bucağının cəmini edər 180 dərəcə çıxılsın 86 dərəcə. Bu da bərabərdir 94 dərəcəyə. Cavabımız olacaq B variantı. 4 də eyni qaydadadır. 5-ə keçək. AB məsafəsi BC-yə bərabərdir. AB BC-yə bərabərdir və AD mediandır. O zaman baxın, BD-yə x, DC-yə x desək, ABC bərabər yanlıdır deyə AB məsafəsi olar 2x. Daha sonra AC-ni 2 cm verir, AC-ni 2 cm verir. Deyir AD tənböləndir. O zaman BD-ni hesablayın. Baxın AD
tənböləndir. Həmçinin baxın bu tənbölən qarşı tərəfi iki bərabər hissəyə bölür. Elə deyilmi? Deməli burada bir perpendikulyarlıq var və AB tərəfi AC-yə bərabərdir. AB tərəfi AC-yə bərabərdir. Deməli bu üçbucaq əslində bərabər tərəfli üçbucaq imiş. Baxın AB AC-yə bərabərdirsə 2x bərabərdir 2-yə, x də bərabərdir 1 olar. 5 nömrəli çalışmada cavabımız A variantı. Keçək 6 nömrəli çalışmaya. Üçbucaq ABC-də CB 12 santimetrdir. CB 12 santimetrdir. Bucaq KBD CBD-yə bərabərdir. CBD-yə bərabərdir. Və BD AC-yə paraleldir. BD AC-yə paraleldir. O zaman bu bucaq alfa olsa, baxın o zaman DBS də alfadır. Daha sonra BD AC-yə paraleldirsə, əgər bu düz xəttə paraleldirsə, o zaman baxın bu alfa bucağı ilə buradakı A bucağı uyğun bucaqlardır. O zaman buraya yazarıq alfa. Daha sonra burada Z əmələ gəlir. Elə deyilmi? Z əmələ gəlirsə, o zaman baxın buradakı alfa bucağı ilə C bucağı daxili çarpaz bucaqdır. Deməli bu bucaq da alfadır. Bərabər yanlı üç bucaq aldıq. BS 12-dirsə, AB'də etməlidir 12. 6 nömrəli çalışmada cavabımız olacaq D variantı. 7 nömrəli çalışma oxşardır. Keçək 8-ə. Təpə bucağı 70 dərəcə olan bərabər yanlı üç bucağın oturacağına bitişik bucağı hesablayın deyir. Təpə bucağı 70 dərəcədir. Təpə bucağı 70 dərəcədir. Oturacağına bitişik bucağı hesablayın. Bəli, bərabər yanlıdır. 70'dir. O zaman alfa 2 alfa bərabərdir. 180 dərəcə çıxılsın 70 dərəcə. Bərabərdir 110 dərəcə. Alfa da bərabərdir 55 dərəcəyə. Cavabımız olacaq Y variantı 8 nömrəli çalışmada. 9 nömrəli çalışmaya baxaq. Bərabər tərəfli üç bucağın tənböləninin uzunluğu 21 santimetrə bərabərdir. Bu üç bucağın tərəfinin uzunluğunu hesablayın. Deməli, bərabər tərəfli üç bucaqda çəkək bir dənə tənbölən. Tənbölən həm hündürlük, həm də median olacaq. Tutaq ki, tərəflər A'dır. O zaman mediandırsa bu hissələr A bölünsün 2, A bölünsün 2. Bu bucaq 60'dır, bu bucaq 30'dur. 30'un qarşısındakı A bölünsün 2'dirsə, 60'ın qarşısındakı A kök 3 bölünsün 2'yə bərabər olar. A kök 3 bölünsün 2'yə. Bizə də deyir ki, tənbölənin uzunluğu 21'dir. Deməli, A kök 3 bölünsün 2 bərabərdir 21'ə. Buradan da A bərabərdir 42 bölünsün kök altında 3. Bu edəcək 42 kök 3 bölünsün 3. 14 kök altında 3 etməsi lazım. Bizdən tərəfi soruşurdu. Zaten tərəfi də tapdıq. 14 kök altında 3. 9'da olacaq cavabımız D variantı. 10 nömrəli çalışmaya baxaq. Bərabər yanlı üç bucağın yan tərəfinə çəkilən median 30 cm olub, oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Bərabər yanlı bir üç bucaq çəkək. Yan tərəfinə çəkilmiş median. Çəksək yan tərəfinə bir median. Deməli, x 2 hissəyə böləcək. Bərabər yanlıdırsa, sol yan tərəf olacaq 2x. Medianın uzunluğu 30 santimetrdir. Oturacaqla 30 dərəcəli bucaq əmələ gətirir. Oturacağa çəkilmiş hündürlüyü hesablayın deyir bizə. Oturacağa çəkilmiş hündürlüyü hesablayın. Bir dənə də hündürlük çəkək.
Deməli, biz demişdik ki, bərabər yanlı üçbucaqda təpədən oturacağa çəkilmiş hündürlük həm tənbölən, həm mediandır. Baxın, indi nəyə gətirəcək? Misalı, ABC üçbucağı olsun, M və N nöqtələri olsun. Baxın, burada AN nədir? AN-i şərtdə deyir ki, mediandır. Median. Və BM də nədir? BM. BM də mediandır. Deməli, biz nə aldıq? 2 dənə kəsişən median. Biz də demişdik ki, medianlar kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətində bölünür. Kəsişmə nöqtəsi olsun o. Yəni, AN 30-dursa, o zaman kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətində bölünür. 30-dursa, deməli, ON 10-dur, AO 20-dir. AO 20-dir. İndi, burada bir üçbucaq aldıq. AON üçbucağı. AON üçbucağı. Baxın, bu üçbucaq. Düz bucaqlı üçbucaqdır. 90'ın qarşısındakı 20'dirsə, 30'un qarşısındakı onun yarısına bərabər olmalıdır. Deməli, bu hissə 10. Daha sonra BM də median idi. Kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətində bölündü. OM 10'dursa, BO etməlidir 20. Bizdən nəyi soruşur? Oturacağa çəkilmiş hündürlüyü. Yəni, BM uzunluğunu soruşur. Bərabər olacaq. 20 topla 10'dan 30 santimetr. Cavabımız olacaq A variantı. On bir nömrəli çalışma oxşardır. Keçək 12 nömrəli çalışmaya. Bərabər yanlı üçbucağın oturacağı ona bitişik bucağın tən bölənə bərabərdir. Üçbucağın təpə bucağını hesablayın. Bərabər yanlı üçbucaqdır deyir. Oturacağı ona bitişik bucağın tən bölənə bərabərdir. Ona bitişik bucağın tən bölənə bərabərdir. Oturacağı bitişik bucağın tən bölənini çəkək. Oturacağı bitişik bucağın tən bölənini çəkək. Və oturacaq bu tən bölənə bərabərdir. Məsələn, bura x desək, bu tən böləndə olmalıdır x. O zaman baxın, burada ABC üçbucağı olsun, ABC. Bu da N nöqtəsi olsun. Deməli, ANC bərabər yanlı üçbucaqdır. ANC bərabər yanlı üçbucaqdır. Məsələn, bu bucaq alfadırsa, bu bucaqda nə olmalıdır? Alfa olmalıdır. Sonra bu üçbucaq bərabər yanlı olduğuna görə bərabər yanlı üçbucağın oturacağı onu bitişik bucağın tən bölənə. Bəli, burada AN də bir tən böləndir. AN də bir tən böləndir. O zaman bura beta desək, burada nəyə bərabər olmalıdır? Beta'ya bərabər olmalıdır. İndi üçbucaq ANC, üçbucaq ANC-yə baxsaq, həmin üçbucağın daxili bucaqlarının cəmi, yəni 2 alfa topla beta bərabər olmalıdır 180 dərəcəyə. 2 alfa topla beta 180 dərəcəyə bərabər olmalıdır. Və həmin üçbucaq bərabər yanlıdırsa, baxın, bu hissə alfadırsa, alfa nəyə bərabər olmalıdır? 2 betaya. Çünki oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Alfa bərabərdir 2 betaya. Gətirsək yerinə yazsaq, yuxarıdakı ifadədə alfanın yerinə 2 beta etdi. 5 beta bərabərdir 180 dərəcə. Beta da bərabərdir 36 dərəcə. 36 dərəcə. Bizdən təpə bucağını soruşur. Beta 36-dırsa, alfa o zaman nəyə bərabərdir? 72-yə bərabərdir. Bucaq B-ni tapmaq üçün isə 180 dərəcədən çıxarıq 2 beta topla alfanı. Bu da bərabərdir 180 dərəcə çıxılsın
36'nı 2'yə vurduq, 72 üzərinə də 72 gəldi, 144 etdi. Bu da bərabər olacaq 36 dərəcə. Deməli, 12 nömrəli çalışmada cavabımız olacaq Y variantı. 13 nömrəli çalışmaya baxaq. 13 nömrəli çalışmaya. Oturacağı BS olan bərabər yanlı ABS üçbucağında. Üçbucağı quraq. Oturacağı BS-dir. Oturacağı BS-dir. Deməli, A təpə nöqtədir. AB tərəfini Y nöqtəsində kəsən SY düz xətti çəkilmişdir. Deməli, AB-ni Y nöqtəsində kəsir, SY düz xəttini çəkir. ASY 18 dərəcədir. SY BS'yə bərabərdir. SY BS'yə bərabərdir. Yəni, bu bucağa alfa desəm, baxın, buradakı Y bucağı da alfa olmalıdır. Bizdən bucaq ABS-ni soruşur. Bucaq ABS-ni soruşur. Yəni, B bucağını. Alfa yazdıq. Alfa yazdıq. O zaman bu bucaq, üç bucaq BYS'yə görə, üç bucaq BYS'yə görə 180 dərəcə çıxılsın 2 alfa olmazmı? 180 dərəcə çıxılsın 2 alfa, üç bucaq BYS'yə görə. Daha sonra şərtdə verilmiş ABS üç bucağı bərabər yanlı olduğuna görə, baxın, buradakı S bucağı alfaya bərabər olmalı deyilmi? Onda yazarıq, alfa bərabərdir 18 dərəcə topla 180 dərəcə çıxılsın 2 alfa. Mənfi 2 alfa keçsin sol tərəfə oldu, 3 alfa bərabərdir 198-ə. 3 alfa 198-dirsə, alfa neçəyə bərabərdir? Alfa da buradan 198 bölünsün 3'dən 66 dərəcə edər. Alfanı aldıq 66 dərəcə. Bizdən də zaten ABS-ni soruşur. ABS bucağı alfadır. Yəni 66 dərəcə olacaq. Daha sonra baxaq 14 nömrəli çalışmaya. ABS üçbucağında AB BS-yə bərabərdir. Yəni bərabər yanlı üçbucaqdır. AB BS'yə bərabərdir. AB BS'yə bərabər yanlı üçbucaqdır. 16 santimetrə bərabərdir. D nöqtəsi AB və Y nöqtəsi BS üzərindədir. Və YD AB-yə perpendikulyardır. YD AB-yə perpendikulyardır. Deməli, Y nöqtəsi BS üzərində idi, D nöqtəsi AB üzərində idi. Və YD AB-yə perpendikulyardır. Daha sonra AD DB-yə bərabərdir. AD DB-yə bərabərdirsə, AB 16-dırsa, o zaman yarıya bölünür. Elə deyilmi? Yaza bilərik 8, 8, 8, 8. Daha sonra P AYS bərabərdir 24'ə. Deməli, burada A nöqtəsi ilə Y nöqtəsini birləşdirmək lazımdır. Birləşdirsək PAYS bərabərdir 24'ə. İndi burada üç bucaq ABY-yə baxsaq, ABY üç bucaq ABY-yə. Baxın, burada DY hündürlükdür. Həm də iki bərabər hissəyə ayırır. Baxın, hündürlükdür və qarşı tərəfi iki bərabər hissəyə ayırır. O zaman buradakı üç bucaq bərabər yanlı bir üçbucaq olmalıdır. Bərabər yanlı bir üçbucaq olmalıdır. Çünki hündürlük həm də mediandır. O zaman baxın, mən AY-yə x desəm, o zaman
BY də bərabər olmalıdır X-a. Baxın, BS məsafəsi ümumilikdə 16-dırsa, baxın, BY-yə X demişiksə, o zaman YS məsafəsi X çıxılsın 16-ya bərabər olar. Daha doğrusu 16 çıxılsın X-a bərabər olar. Çünki BS məsafəsi 16-dır. Yazarıq 16 çıxılsın X. AC-ni bilmirəm. AC-yə deyirəm Y. Daha sonra, baxın, buradakı üçbucağın perimetrini verir 24 cm. Onda yazaram ki, X topla, Y topla 16 çıxılsın X bərabərdir 24-ə. Müsbət X, mənfi X islah getdi. Bərabərdir, Y bərabərdir 24 çıxılsın 16 bərabərdir 8-ə. Deməli, Y bərabərdir 8-ə. 14 nömrəli çalışmada cavabımız olacaq B variantı. Keçək 15 nömrəli çalışmaya. Oturacağı AC bərabərdir 8 cm olan ABS bərabər yanlı üçbucağının AD tənböləni çəkilmişdir. Deməli, AD tənböləndir. Alfa yazarıq. Bucaq C bərabərdir 72 dərəcə, 72 dərəcə. Bucaq C 72-dirsə və ABS bərabər yanlıdırsa, o zaman baxın, buradakı A bucağı ilə C bucağı bir-birinə bərabərdir. O zaman yazarıq ki, 2 alfa bərabərdir 72 dərəcə, alfa bərabərdir 36 dərəcəyə. Alfa 36-dırsa, baxın, yazarıq 36 dərəcə və bu hissədə 36 dərəcədir. O zaman, baxın, bu bucaq 36, bu bucaq 72-dirsə, o zaman bu bucaq neçəyə bərabərdir? 180-dən çıxarıq 36 ilə 72-nin cəmini edər bu hissədə 72 dərəcə. Bu hissədə 72 dərəcə. Deməli, bərabər yanlı üçbucaq var burada. AC məsafəsi 8-dirsə, o zaman AD məsafəsi də olmalıdır 8. Daha sonra AD topla BD-ni soruşur. AD-ni tapdıq 8-dir. Baxaq, BD-ni tapmaq istəyir bizdən. Baxın, C bucağı 72-dir. A bucağı 72-dir. Onda bucaq B-yə nə qalır? 3 bucaq ABC-yə görə. 180 çıxılsın 72 topla 72, 180 çıxılsın 144-dən 36 dərəcə. Baxın, burada B bucağı da 36-dır, BAD də 36-dır. Deməli, burada da bir bərabər yanlı üçbucaq var. AD BD-yə bərabərdir. AD 8-dirsə, BD də 8-dir. Bizdən zaten AD topla BD cəmini soruşur. Yəni, 8 topla 8 edər 16. 15 nömrəli çalışmada cavabımız olacaq A variantı. 16 nömrəli çalışma eyni qaydadır. Baxaq 17 nömrəli çalışmaya. AK BK-yə bərabərdir, o da BS-yə bərabərdir. AK BK BS-yə. AK BK BS. Deməli, KD DS-yə bərabərdir. KD DS-yə bərabərdir. KAB 50 dərəcədir. Bu bucaq 50 dərəcədir. Bizdən nəyi soruşur? DBA-nı, DBA bucağını soruşur. Deməli, AKB bərabər yanlı üçbucaqdır. AKB bərabər yanlı üçbucaqdır. Çünki AK məsafəsi KB-yə bərabərdir. O zaman A bucağı 50-dirsə, bucaq B də olmalıdır 50 dərəcə. Baxın, buradakı bucaq 50 dərəcə olmalıdır. Daha sonra baxaq, üçbucaq KSB-yə. Üçbucaq KSB-yə. Burada KB BS-yə bərabərdir. KB BS-yə bərabərdir. Yəni, bərabər yanlı üçbucaqdır. Deməli, BD bərabər yanlı üçbucağın oturacağını 2 bərabər hissəyə bölüb. Baxın, KD DS-yə bərabərdir. Deməli, burada KD nədir? Həm tənbölən, həm median, həm də hündürlükdür. Tənböləndirsə, əgər B bucağı 50-dirsə, ondakı buradakı bucaqların hər biri 25 dərəcədir. Bizdən DBA-nı soruşur. DBA.
Zaten tapdıq dBA-nı 25 dərəcə. Cavabımız olacaq Y variantı. 18 eyni qaydadır. 19 nömrəli çalışmaya baxaq. ABC üçbucağında bucaq B 80 dərəcədir, bucaq B 80 dərəcədir. ADS 100 dərəcədir, ADS 100 dərəcədir. AD DS'yə bərabərdir, AD DS'yə bərabərdir. ASB-ni hesablayın deyir bizə. ASB-ni. ADS bərabər yanlıdırsa, təpə bucağı 100-dürsə, o zaman bu bucaqlar 40 dərəcə, 40 dərəcə 2 hissəyə ayrılmış olar. Daha sonra B bucağı 80 dərəcə, A bucağı 40 dərəcə, cəmlədi 7 120 dərəcə. 180-dən çıxsaq 120 dərəcəni, 180 dərəcədən çıxsaq 120 dərəcəni alarıq 60 dərəcə. Deməli S bucağı 60 dərəcə olmalıdır. Bu hissəsi 40-dırsa, o zaman bu hissəyə qalır 20 dərəcə. Bizdən ASB-ni soruşurdu. ASB 60 dərəcə, bəli. Bu 20 heç lazım deyilmiş. Cavab olacaq 60 dərəcə ASB bucağı. Sonra baxaq 20 nömrəli çalışmaya. 20 nömrəli çalışmaya. ASB ABC üçbucağında BS AS'yə bərabərdir. BS AS'yə bərabərdir. BS AS'yə bərabər yanlı üçbucaqdır deməli. Bərabər yanlı üçbucaqdır. DSA-nı soruşur bizdən. DSA. Əvvəlcə nə edərik? Biz belə bir qayda demişdik. Əgər bu şəkildə bir fiqur verirsə, bu şəkildə bir fiqur verirsə, o zaman bura deyək alfa, bura deyək beta. Alfa və beta. Alfa topla, beta topla 30 bərabərdir. 130 dərəcə olmalıdır. O zaman alfa topla beta bərabərdir. Alfa topla beta bərabərdir 100 dərəcəyə. Alfa topla beta 100 dərəcə. BS AC-yə. Şərtdə başqa. BD də DC-yə bərabərdir deyir. BD DC-yə. Aydındır. BD DC-yə bərabərdirsə, BD DC-yə bərabərdirsə, deməli burada da bir bərabər yanlı üçbucaq var. Bərabər yanlı bir üçbucaqdır. Təpə bucağı 130-dursa, 180 dərəcədən çıxsaq 130 dərəcəni edər 50 dərəcə. Deməli, mən 50-ni də bölsəm 2-yə alaram 25 dərəcə. Baxın, buradakı bucaqları tapa bilərəm. 25 dərəcə, 25 dərəcə. DSA-nı soruşur bizdən. DSA-nı 25 dərəcə, 25 dərəcə. BS tərəfi də AC-yə bərabərdir. BS AC-yə bərabərdir. Əslində heç bu hissəni yazmağa ehtiyac yox imiş. Baxın, BS AC-yə bərabərdir. Deməli, B bucağı A bucağına bərabər olmalıdır. Bərabər yanlı üçbucaqdır deyə. O zaman alfa nəyə bərabərdir? 30 dərəcə topla 25 dərəcə. Edəcək 55 dərəcə. Deməli, alfa 55 dərəcədir. Alfa 55 dərəcədir. 55 dərəcədir. İndi ABC üçbucağına baxsaq, ABC üçbucağına. A bucağı 55 dərəcə. B bucağı 55 dərəcə. C bucağı da beta topla 25 dərəcə. Bərabər edərik 180 dərəcəyə. 110 üstəgəl 25, 135. Beta topla 135 dərəcə. Bərabərdir 180 dərəcəyə. Beta bərabərdir 45 dərəcəyə. Deməli, betanı soruşurdu bizdən. Cavab olacaq 45 dərəcə, yəni D variantı.